Mövzumuz beta-laktam antibiotiklərdir. Beta-laktam antibiotiklər müasir tibbdə ən çox istifadə olunan və ən əhəmiyyətli antibiotik qruplarından biridir. Bu qrupun nümayəndələri bakteriyaların hüceyrə divarının yaranmasını pozaraq onları məhv edir. Buna görə də beta-laktamlar bakterisid, yəni bakteriyaları öldürən antibiotiklər hesab edilir. Bu antibiotiklərin öz adını kimyəvi quruluşlarında olan beta-laktam halqasını almışdır. Məhz bu halqa onların antibakteriyal təsirinin əsasını təşkil edir. Əgər bu quruluş zədələnərsə, antibiotik öz təsirini itirə bilər. Beta-laktam antibiotiklər bir neçə əsas qrupa bölünürlər. Bunlara pensilinlər, sefalosporinlər, karbamazepinlər və minobaktamlar daxildir. İlk nümayəndə pensilinlərdir. Pensilinlər beta-laktam antibiotiklərin ən qədim və ən geniş istifadə olunan qruplarından biridir. Bu antibiotiklər bakteriyaların hüceyrə divarının sintezini pozaraq onları məhv edir və bakterisid təsir göstərirlər. Pensilinlər iki əsas qrupa bölünür. Təbii, yəni biosintetik pensilinlər və yarım sintetik pensilinlər. Təbii pensilinlər pensilium növlü kif göbələkləri tərəfindən sintez olunan antimikrob maddələrdir. Onlar kimyəvi quruluşlarına və bakteriyalara qarşı təsir güclərinə görə bir-birindən fərqlənirlər. Bu qrupun ən mühüm nümayəndəsi benzil pensilindir. Tibbi profilaktikada benzil pensilinin müxtəlif duzlarından istifadə edilir. Benzil pensilin natrium duzu, benzil pensilin kalium duzu, prokain benzil pensilin navakain duzudur. Bisilin 1, bisilin 3, bisilin 5. Bu preparatlar əsasən streptokok infeksiyaları, angina, sifilis və digər həssas bakterial infeksiyaların müalicəsində istifadə olunur. Yarım sintetik pensilinlər elmin inkişafı nəticəsində təbii pensilinlərin əsasını təşkil edən 6 aminopensilain turşusunun kimyəvi modifikasiyası mümkün olmuşdur. Bu isə daha təsirli, daha geniş spektrli və bəzi bakteriyalara qarşı daha davamlı yeni preparatların yaradılmasına imkan verilmişdir. Yarım sintetik pensilinlərə bunlar daxildir: oksasilin, ampicillin, amoxicillin, karbenicillin, tikarcillin, piperacillin. Bu preparatlar tənəffüs yolları, sidik yolları, dəri və yumşaq toxuma infeksiyalarının, həmçinin bəzi ağır xəstəxana daxili infeksiyaların müalicəsində geniş istifadə olunur. Pensilinlərə qarşı müqavimət necə yaranır? Baxaq, bəzi bakteriyalar beta-laktamaza adlanan xüsusi ferment ifraz edirlər. Bu ferment pensilinin molekulundakı beta-laktam halqasını parçalayaraq antibiotiki təsirsiz hala gətirir. Məhz buna görə alimlər beta-laktamaza inhibitorları hazırlamışlar. Bu maddələr fermenti bloklayaraq antibiotikin təsirini qoruyur. Beta-laktamaza inhibitorlarına aiddir klavun turşusu, sulbaktam, tazobaktam. Bu maddələr tək başına güclü antibakteriyal təsir göstərməsələr də, pensilinlərlə birlikdə istifadə edildikdə onların effektivliyini əhəmiyyətli dərəcədə artırırlar. Kombinə olunmuş preparatlardan amoxicillin klavun turşusu ilə birlikdə olan amoxiklav və augmentin, ampicillin sulbaktamla birlikdə ampisid, piperacillin tazobaktamla birlikdə tazosin. Bu kombinasiyalar beta-laktamaza ifraz edən bakteriyalara qarşı daha güclü təsir göstərir və klinik praktikada geniş istifadə olunur. Nəticə olaraq pensilinlər antibiotiklərin ən vacib, ən çox istifadə olunan qruplarından biridir. Onlar təbii və yarım sintetik olmaqla iki əsas qrupa bölünürlər. Müasir dövrdə isə bakterial müqavimətlə mübarizə aparmaq üçün beta-laktamaza inhibitorları ilə kombinə olunmuş pensilin preparatları geniş tətbiq edilir və bir çox infeksiyalar müalicəsində mühüm yer tutur. İkinci nümayəndə sefalosporinlər.
Sefalosporinlər beta-laktam antibiotiklər qrupuna aid olan və klinik praktikada ən geniş istifadə edilən antibiotiklərdən biridir. Bu qrupa Cephalosporium acremonium göbələyindən əldə edilən təbii antibiotiklər, onların yarım sintetik törəmələri və bəzi kombinə olunmuş preparatlar daxildir. Cephalosporinlər geniş təsir spektrinə malikdirlər. Onlar bir çox qram müsbət və qram mənfi bakteriyalara, həmçinin beta-laktamaza fermenti ifraz edən bəzi mikroorqanizmlərə qarşı bakterisid təsir göstərirlər. Cephalosporinlərin təsir mexanizmi penisilinlərə bənzəyir. Onlar bakteriyaların hüceyrə divarının sintezini pozur, nəticədə bakteriya öz müdafiəsini itirir və məhv olur. Kimyəvi quruluşların əsasını isə 7 aminocephalosporan turşusu təşkil edir. Cephalosporinlər həm tətbiq yoluna, həm də nəsillərə görə təsnif olunurlar. Tətbiq yoluna görə iki qrupa bölünürlər. Enteral cephalosporinlər, yəni ağızla qəbul edilən, parenteral cephalosporinlər, inyeksiya və ya infuziya şəklində tətbiq olunanlar. Lakin praktikada daha çox nəsillər üzrə təsisat edilirlər. Birinci nəsil cephalosporinlər. Bu preparatlar əsasən qram müsbət bakteriyalara qarşı yüksək aktivliyə malikdirlər. Parenteral nümayəndələrinə sefazalin, sefalotin, sefapirin, sefaloridin daxildir. Enteral nümayəndələr sefaleksin, sefadroksil, sefradin. İstifadə sahələri dəri və yumşaq toxuma infeksiyaları, sümük infeksiyaları, cərrahi profilaktikada. İkinci nəsil sefalosporinlər. Bu nəsildə qram mənfi bakteriyalara qarşı təsiri daha genişlənmişdir. Parenteral nümayəndələrə sefuraxim, sefamandol, sefaksitin daxildir. Enteral nümayəndələr sefaklor, sefuraxim, aksitil. Otit, sinusit, tənəffüs yolları infeksiyalarında istifadə olunurlar. Üçüncü nəsil sefalosporinlər qram mənfi bakteriyalara qarşı daha güclü təsir göstərir və ağır infeksiyalarda geniş istifadə olunurlar. Parenteral nümayəndələrinə ceftriaxon, cefotaxim, cefadizim, cefoperazon, cefpiramid, ceftazidin daxildir. Enteral nümayəndələrinə cefixim, cefpodaxim, ceftibuten. İstifadə sahələri pnevmoniya, sepsis, meningit, sidik yolu infeksiyaları. Dördüncü nəsil sefalosporinlər. Bu nəsil preparatlar daha geniş spektra malikdir və bir çox rezistent bakteriyalara qarşı aktivdirlər. Nümayəndələri sefepim, sefpirom. İstifadə sahələri ağır xəstəxana daxili infeksiyalar, sepsis, ağır pnevmoniyalar. Beşinci nəsil sefalosporinlər. Sefalosporinlərin ən yeni nümayəndələri xüsusi rezistent bakteriyalara qarşı təsir göstərmək üçün hazırlanmışdır. Nümayəndələrinə seftarolin və ceftobiprol daxildir. Bu preparatlar bəzi metsilinlər davamlı stafilokoklara təsir göstərə bilirlər. Nəticədə sefalosporinlər beta-laktam antibiotiklərin ən mühüm qruplarından biridir. Birinci nəsildən 5-ci nəslə doğru inkişaf etdikcə onların təsir spektri genişlənmiş, qram mənfi bakteriyalara və antibiotiklərə davamlı mikroorqanizmlərə qarşı effektivliyi artmışdır. Məhz buna görə sefalosporinlər bugün tənəffüs yolu, sidik yolu, dəri, sümük, sinir sistemi və ağır xəstəxana daxili infeksiyaların müalicəsində ən çox istifadə olunan antibiotiklər qrupundan hesab olunur. Sonuncu nümayəndəmiz karbonepimlər. Ağır infeksiyalara qarşı güclü antibiotiklər. Karbonepimlər beta-laktam antibiotiklərin ən güclü və ən geniş təsir spektrinə malik qruplarından biridir. Bu qrupa imipenem, tienam, meropenem, doripenem daxildir. Karbonepimlər tienamisin adlı təbii antibiotik törəmələri hesab olunur və müasir tibbdə xüsusilə ağır bakterial infeksiyaların müalicəsində mühüm yer tutur.
Karbonepemlərin təsir mexanizmi penisinlər və sefalosporinlər kimi digər beta-laktam antibiotiklərə bənzəyir. Onlar bakteriyaların hüceyrə divarının sintezini pozaraq mikroorqanizmlərin məhvinə səbəb olurlar. Bu səbəbdən karbonepemlər bakterisid, yəni bakteriyaları öldürən antibiotiklər hesab edilirlər. Karbonepemlər çox geniş antimikrob təsir spektrinə malikdirlər. Onlar qram müsbət bakteriyalar, qram mənfi bakteriyalar, aerob mikroorqanizmlərə, anaerob mikroorqanizmlərə qarşı yüksək effektivliyə malikdirlər. Bu xüsusiyyət onları ən universal antibiotik qruplarından birinə çevirir. Bir çox bakteriyalar antibiotiklərə təsirsiz hala gətirmək üçün beta-laktamaz adlı fermentlər istifadə edir. Karbonepemlərin mühüm üstünlüklərindən biri onların əksər beta-laktamazalara qarşı davamlı olmasıdır. Bu səbəbdən digər antibiotiklərin təsir etmədiyi bəzi rezistens infeksiyalarda da effektiv nəticə verə bilirlər. Karbonepemlər əsasən ağır və həyati təhlükə yaradan infeksiyalarda istifadə olunurlar. Sepsis, ağır pnevmoniya, irinli yara infeksiyaları, ağır sidik yolu infeksiyaları, qarın boşluğu infeksiyaları, xəstəxana daxili infeksiyalarda istifadə olunurlar. Bu preparatlar adətən ehtiyat antibiotiklər hesab olunur və yalnız ciddi göstəriş olduqda istifadə edilirlər. Əsas nümayəndələri adladığımız kimi imipenem, meropenem, ertapenem və tienamdır. Nəticə olaraq karbonepemlər beta-laktam antibiotiklərin ən güclü nümayəndələrindən biridir. Onlar geniş təsir spektrinə, yüksək effektivliyi və bir çox beta-laktamazalara qarşı davamlılığa malikdirlər. Məhz buna görə ağır irinli infeksiyaların, sepsisin və rezistens bakteriyalar xəstəliklər müalicəsində müasir tibbin ən vacib antibiotik qruplarından biri hesab olunurlar. Lakin antibiotik müqavimətinin artmasının qarşısını almaq üçün karbonepemlər yalnız həkim göstərişi ilə və ciddi zərurət olduqda istifadə edilməlidirlər. Beləliklə, beta-laktam antibiotiklər bakterial infeksiyaların müalicəsində ən vacib və ən geniş istifadə olunan antibiotik qruplarından biridir. Penisilinlərdən başlayaraq karbonepemlərə qədər bu dərmanlar milyonlarla insanın həyatının xilas edilməsində mühüm rol oynayır. Lakin onların yalnız həkim təyinatı ilə və düzgün qaydada istifadəsi antibiotik müqavimətinin qarşısının alınması üçün böyük əhəmiyyət daşıyır.